Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Keçən dərsdə şeyx orucu pozan 7 amil barəsində danışmışdı. Və şeyx buyurur ki, bu amillər, yəni orucu pozan bu 7 amil orucluğunu yalnız 3 şərtlə pozur. Birincisi, oruclu şəxs, yəni bu amilləri edən şəxs hökmü bilməlidir və vaxtı bilməlidir. İkinci, xatırlamalıdır, unutmamalıdır. Üçüncü, öz ixtiyarı ilə etməlidir, yəni məcburiyyət qarşısında etməməlidir. Və şeyx buyurur ki, əgər oruclu hicamə elətdirərsə, qan aldırarsa və elə zənn edərsə ki, qan aldırmaq orucu pozmur, o hökmü bilmədiyinə görə, hökm barəsində cahil olduğuna görə onun orucu pozulmur və orucu səhihdir. Artıq Allah Subhanahu taala buyurur ki: "Və leysə aleykum cunahun fīmə əxta'tum bihi, velakin mə təammadat qulubukum." Yəni xata etdiyiniz şeylərə görə sizə günah yoxdur, lakin bilərəkdən etdiyinizə görə günah var. Və Allah Subhanahu taala buyurur ki: "Rabbənə la tuəxidnə in nəsinə əv əxta'nə." Yəni möminlər deyirlər ki, ey Rəbbimiz, unutduğumuz zaman və yaxud xata etdiyimiz zaman bizi cəzalandırma. Və Allah Subhanahu taala buyurur ki, artıq bunu etdim. Və Buxari və Müslimdə Adi bin Hatim radiyallahu anhudan varid olub ki, Adi bin Hatim radiyallahu anhu 2 dənə sap götürür, biri qara, biri ağ. Yəni, qara sapla ağ sapı götürüb, qoyur yastığının altına və həmin saplara baxır, onlar bir-birindən seçilənə qədər yeyib içir. Və bir-birindən seçiləndən sonra yeməyini və içməyini dayandırır. Və elə zənn edir ki, bu Allah Subhanahu taalanın bu ayəsinin mənasıdır. Hətta yetəbəyyənə ləkumul xaydul əbyədu minəl xaydil əsvəd. Hətta ağ sap qara sapdan seçilənə qədər, yəni yeyin için. Bəqara surəsinin 187-ci ayəsi. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə bu barədə xəbər verir. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, yəni ağ sapla, qara sapla qəsd odur ki, gündüzün işığı ilə gecənin qaranlığı. Hədisi Buxari rəvayət edib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona orucun qəza etməyin əmr etmir. Və eləcə də, əgər bir insan elə zənn etsə ki, hələ fəcr namazı girməyib və yaxud elə zənn etsə ki, günəş batıb, yemək yiyir və yaxud içir, sonra ona aydın olur ki, vaxt girib. Yəni, zənn edir ki, yuxudan durur, elə bilir ki, vaxt hələ çıxmayıb. Yəni, sahura hələ vaxt var. Yer içir. Və sonra görür ki, vaxt çıxıb. O zaman şeyx buyurur ki, onun orucu səhihdir. Çünki həmin insan vaxtı bilmirdi, cahil idi. Buxarinin səhihində Əsmə bin Əbi Bəkir radiyallahu anhumadan varid olub ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında bulutlu bir gündə iftar etdik. Bulutlu bir gündə iftar etdik. Sonra günəş doğdu. Yəni, bulutdan günəşi görmürlər. Elə zənn edirlər ki, günəş batıb, sonra bulutlar çəkiləndən sonra günəş doğur. Yəni, hədisi Buxari rəvayət edib. Yəni, əgər orucu qəza etmək onlara vacib olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm mütləq bunu bəyan edərdi. Çünki Allah Subhanahu taala onunla dini kamil edib. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bəyan etsəydi, səhabələr də bunu bizə çatdırardı. Çünki Allah Subhanahu taala bu dini qorumağı öz öhdəsinə götürüb. Yəni, o zamanki səhabələrdən bu barədə bizə heç nə gəlməyib, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin qəza etməyi əmr etməsi barədə heç bir şey gəlməyib. Biz o zaman bilirik ki, bu vacib deyil. Çünki bu, insanların əhəmiyyətli olduğuna görə insanlara çatdırılması lazım olan şeylərdəndir.
bu şeylər barəsində qafil olmaq olmaz. Ona görə də əgər sahabilər bizə çatdırmayıblarsa, deməli, bu şey vacib olmayıb, Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu əmr etməyib. Əgər insan orucda olduğu halda unudaraq yeyib və içərsə, onun orucu pozulmur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən nəsiyə və huvə saimun fəəkələ əv şəribə fəlyutimmə savməhu fəinnəmə ət'aməhullahu və səqahu. Hədisi Buxarı və Müslim rəvayət edib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim orucda olduğu halda unudaraq yeyib və yaxud içərsə, yəni yadından çıxır ki, orucdur, o zaman neynəsin? Orucunu tamamlasın. Çünki onu Allah yedizdirdi və içizdirdi. Və eləcə də əgər bir insan məcbur edilərsə ona yemək yemək, yəni məcburən yemək yedizdirirlərsə ona və yaxud ağzını yaxaladığı zaman bilməyərəkdən su mədəsinə gedərsə və yaxud gözünə damcı tökdüyü zaman istəmədən damcı mədəsinə gedərsə və yaxud yatdığı zaman ehtilam edərsə, ondan məni çıxarsa, onun orucu səhih olar. Bu şeylərin hamısında. Nə üçün? Çünki həmin şəxs bu şeyləri öz ixtiyarı ilə etmədi. Bilə-bilə etmədi. Öz ixtiyarından etmədi. Və şeyx də buyurur ki, yəni bu 7 orucu pozan amil nə vaxt pozur orucu? Bu 3 şərtlə. Yəni hökmü bilir, vaxtı bilir, bir də unutqan olmur, xatırlayır, bir də üçüncü öz ixtiyarı ilə edir, bilərəkdən edir. Yəni kimsə onu məcbur etmir. Və sonra şeyx buyurur ki, misvak oruclunun orucunu pozmur. Əksinə misvak oruclu üçün və orucludan qeyrisi üçün sünnədir. Hər zamanda, günün əvvəlində və axırında. Və orucluya icazəlidir ki, istini və yaxud susuzluğu aparmaqdan ötürü su ilə və yaxud başqa nə isə sərinləsin. İstəyir su ilə, istəyir ventilyatorda, istəyir buna bənzər şeylərdə oruclunun özünü sərinlətməsi icazəlidir. Buyurur ki, çünki Peyğəmbər sallallahu aleyhi və səlləm oruclu olduğu halda susuzluqdan özünün başına su tökərdi. Hədisi Əbu Davud rəvayət edib. Və eləcə də İbn Ömər radiyallahu anhumə öz paltarını isladıb, oruclu olduğu halda paltarını isladıb öz üzərinə atardı, sərinlənsin deyə. Və bu da Allah Subhanahu taalanın bizi üçün etdiyi və bizi üçün istədiyi dindəki asanlıqdandır. Allah Subhanahu taalaya həmd və şükür olsun nemətinə görə və asanlığına görə. Allah Subhanahu taala bizi eşidib faydalananlardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.